Gəldi çatdı qurbangaha, İbrahim Peyğəmbər də bala qurban kesməliyəm səni. İsmail dedi ki, 5 dənə sənə deyəcək sözün var ondan sonra. Bir buyur. Dedi, ata dedi bəli, əl ayağımı bağla. Dedi, bala niyə əlimi bağlayayım, niyə ayaqlarımı bağlayayım? Dedi, çırpınacam, ədəbsiz qurban olmaq istəmirəm. Çırpınacam da, Allahın huzuruna gələm, ədəbli qurban getmək istəyirəm. Ata, ikinci sənə sözüm var, dedi, buyur. Nə imtihanlardır, İbrahim maraqlı imtihanlardan keçirə. Bu sözə bax, bunu oxuyana dedim, ilahi və Rəbbi, nə imtihandır İbrahim üçün bu cümlə. Dedi, ata, qollarını çırmala, ətəyi çırmala. Dedi, bala, niyə? Qanım üstüvə sıçramasın, əziyyət çəkərsən. Bala xəstə üstün ayağında ola, can verən anda ola. Orada o xəstə bala ataya nə vazı şey, nə? Ata özünü heç saxlaya bilmirdi, o sözü mənə tutdu. Allah İbrahim nə imtihanlar edir ilahi. Nə imtihanlardır. Biz danışırıq, keçirik, gedirik. Orada duyğuları necə idarə eləmək olar? Hə? Duyğular idarə olunmalıdır, zarafatdır. Bu gör nə söz deyir, ha? Bir adama adı söz deyir, o rahatdır da, biraz da rahatsızlıq. Şirin sözlərdir, adamın belə ürəyinə dəyən sözlərdir ki, ata, o sənə istəmirəm, əziyyət verim mən. 2, 3. Ata, bıçağı yaxşı itlə deyir, niyə? Deyir, yaxşı kesəsən məni. Həm istəyirəm ədəbli qurban olum, sən də qurban kesmirsən, sən də qəşəng keskinəm. Qəşəng keskinəm. Bax, onun qurban deyəndə kəsənirlə bıçağı itləyim ki, o qurbanla rahat, o heyvanı rahat kesəsiz, əziyyət verməsiz. 3. Dördüncü bu deyir ki, atacan deyir, bəli, üzümü çevirərsən, gözlərimi çevir aşağı deyir, niyə? Gözüm gözvə sıdaşmasın. Ata məhəbbəti qəlbə daxil olar. 5-ci də sözüm var sənə, deyir, buyur İsmail, dedi, ata, bu qanlı köynəyimi aparıb anama verərsən, deyərsən narahat olmasın və deyərsən qurbanı mübarək olsun. Bunu deyib qutaran kimi Həzrət İbrahim qayıtdı, ni'məl on ənt, ni'məl on ənt. Ya bunay əla əmrillah, nə qəşəng balasan sən, nə gözəl övladsan sən. Allahın işlərini icra eləməkdə necə kömək edirsən mənə? Ay bala, əhsən sənə, neməli o, nə gözəl oğun, yəni kömək eləyənsən. Allahın işini icra eləməkdə necə kömək edirsən mənə? Hep başqa qurban kesirik. Səni kesirik, amma elə kömək edirsən, hep başqasını kesirik. Yaxşı.